Herkese salam, mən Elnur Mehdiyev. Artıq neçə müddətdir ki, Avropanın müxtəlif ölkələrində işləyirəm və yaşayıram. Uzun müddətdir düşündüyüm və cəsarət eləyə bilmədiyim şey YouTube kanal açmaq və videolar çəkmək idi. Bu günləri mənim ilk vlogumdur. Avropaya necə gəldim və burada nələrlə rastlaşdım, necə yerlər gördüm, istəyirəm hamısını çəkim və sizə göstərim. Ümid edirəm ki, bundan sonra izləyici kütləm artacaq və kanal getdikcə böyüyəcək. Bu mənim üçün maraqlı bir hobbi olardı. Çünki çox uzun müddətdir bunu düşünürdüm, cəsarət eləyə bilmirdim. Təcrübə yox, praktika yox, həm də biraz inamsızlıq var idi. Amma ümid edirəm ki, bu ilk video mənə cəsarət verəcək. Sadəcə başlamaq işin yarısını görmək deməkdir və bu mənim başlanğıc videomdur. Bu günləri burada maraqlı bir park haqqında bir video çəkib sizə paylaşacağım. Ümid edirəm videomu bəyənəcəksiniz və məni izləyəcəksiniz. Hər kəsə təşəkkürlər. Bu günlər sizi Antwerpenin gözəl köşələrindən birinə aparıram. Kastell den Brand. Bu qəsr ilk dəfə 1396-cı ildə tikilib və əvvəlcə sadəcə bir fermer evi olub. Sonradan isə zəngin imkanlı ailələrin yaşadığı və istirahət elədiyi bir yerə çevrilib. Buranın təbiəti və heykəlləri ilə çox məşhurdur. Den Brand burada həm fransız bağları, həm də ingilis üslubunda landşaft bağları var. Gəzinti, piknik, şəkil çəkdirmək üçün sakit və mükəmməl yerdir. Burada açıq hava, gözəl təbiətdən zövq almaq olar. Buraya giriş pulsuzdur. Ona görə də burada hər gün çoxlu insanlar gəlib buranı ziyarət edir. Qəsrdə restoran da mövcuddur. Burada insanlar gəlir, həm parkda gəzir, həm şəkil çəkdirir, həm də təbiətdən zövq alırlar. Bizə xoşbəxt dostlar. Əvvəllər burada arx olub, hal-hazırda quruyub. Qalanın ətrafından keçən bir su hövzəsi var idi. Gəzək başqa nələri görə bilərik, mənə də çox maraqlıdır. Burada insanlar istirahət edir, gəlib açıq havada təbiətdən zövq alırlar. Kimisi itini gəzdirir. Kimisi oyuncaq samolyotu ilə oynayır. Burada bir maraqlı bir ağac var. Ağacın yaşının çox olduğunu düşünürəm. Çünki budaqları yerə qədər gəlib çatır. Ağac haqqında məlumat normalda ağacın yaxınlığında bir tabloda göstərilir. Amma burada elə bir tablo görmürəm. Bu heykəl Gautama Budda heykəldir. Meditasiya simvolunu daşıyır və bəzi insanlar
bunun üzərinə güllər, müxtəlif əşyalar qoyurlar. Hansısa inancdır, bilmirəm. Belə. Bu isə English Cottage. Kiçik bir, səmimi İngilis kənd evlərindən biridir. İndi isə Nottingham Park və Gülsel. Gəlmişik. Burada Middleham Muzeyinə yaxın yerləşir. Burada insanların su içməsi üçün xüsusi bir yer düzəldiblər. Park çox səliqəli, təmiz. İnsanlar xoşbəxt. Tam da Azərbaycandakı kimi. Bu da çöl quşları. İnsanlardan qorxmurlar. İnsanlarla bir yerdə gəzirlər. Çox rahat. Ve burada bir maraqlı bir şey var. Bu nə məna verir? Ağacın budağın xüsusi dəmir vasitə ilə saxlayıblar. Parkın geniş parkingi de var. İnsanlar burada pulsuz maşınlarını saxlayabilirler. Nəhayət gəldik çatdıq maşınımıza. BMW əlbəttə ki deyil. İnşallah nə vaxt olar. Citroen Doblo şirkətin mənə verdiyi maşın. Ağrı'da 2025 model Citroen maşındır. İşə gedib gəlməyə gündəlik yaşam üçün normal maşındır. Ama daha yaxşısı ola bilərdi. Belə maşınım da budur. Nə vaxtsa belə bir maşınımız olar inşallah. Hələ ki bundan idarə edirik. Yanacağım şirkət təmin eləyir. Verdiyi kartla. Servisdə 3 aydan bir şirkət özü hər bir təmir xərcini ödəyir. Sadəcə sürmək mənə düşür və iş yoldaşlarımla bir yerdə bu maşınla işə gedib gəlirik və gündəlik market alış-veriş və gəzinti falan hara lazımsa 100 kilometr məsafədə sürə bilirik. Həftəyə işdən əlavə 100 kilometr məsafə qət eləməyə icazə verirlər. Onun artığı üçün xüsusi bir sənəd imzalamaq və şirkətə məlumat vermək lazımdır. Bu qədər.